şəhidimizin sinif rəhbəri, eləcə də ona dərs demiş müəllimləri burada iştirak edir. Xahiş edirəm Qəmzəm müəllim, Sevinç müəllimə çox xahiş edirəm. Buyursunlar, çox xahiş edirik. Onunla da öz ürək sözlərini desinlər. Sonra Boyat Almaz müəllimə xahiş edirəm. Şəhidimizin müəllimləri hər birisi buyursun. Və onu da qeyd edim ki, şəhidimizin atası da, anası da öz təhsil aldığı məktəbdə uzun müddət müəllim işləyib. Həm onun atası, anası ilə müəllim yoldaşı olublar, həm də şəhidimizin dərs deyiblər, müəllimi olublar. Buyursunlar. Mən də Yalçının bir müəlliməsi kimi bugün bu məclisi təşkil edən hər kəsə özlərin təşəkkürümü bildirirəm. Burada iştirak edən bütün şəhid analar qarşısında baş əyirəm, onların əllərindən öpürəm, onların övladları bizim də övladlarımız olub. Biz uzun müddət Rəfiqə müəllimlə həmkar olmuşuq, bir məktəbdə işləmişik. Rafiq müəllim çox pozitiv bir insan idi. O heç vaxt ürəyində çəkdiyi dərdi yansıtmazdı, heç kəslə bölüşməzdi, həmişə dərdini öz qəlbində çəkərdi. Məktəbdə necə deyərəm, öz müəllimlik borcunu yerinə yetirərdi hər zaman. Allah ona rəhmət eləsin, ruhu şad olsun ki, bugün onun övladının mövlud gününə toplaşmışıq. Mən deyərdim ki, dilim var gəlmir Rəfiqə müəllim. Bugün mən Yalçına deyim ki, Allah ona rəhmət eləsin. Çünki biz hər zaman Yalçının yolunu gözləmişik. Bugün də gözləyirik. Allah sizlərə səbir versin, Allah sizlərə ömür versin. Nə qədər bacı da olsa, qardaş da olsa, qohum övlad da olsa, ana yaşayırsa, şəhid də yaşayır. Allah şəhid analar sizlərə ömür versin, can sağlığı versin ki, hər zaman övladlarınızın bax belə mövlud günlərində onların yad edilməsində iştirak edəsiniz. Bir daha sizlərin qarşısında baş əyirəm, əllərinizdən öpürəm. Allah övladlarınıza rəhmət eləsin. Qazi qardaşlarımıza, qazi övladlarımıza Allah can sağlığı versin. Hər zaman onlar bizimlə birlikdə olsunlar. Ordumuzu Allah qorusun, vətənimiz sağ olsun. Sizə də dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun ki, belə gözəl məclis təşkil etmişsiniz hər birinizə. Çox sağ olun. Təşəkkürümüzü bildiririk. Yaxın gəlin, xahiş edirəm müəllimələr, çox xahiş edirəm. Mən də həm Rəfiqə müəllimlə, həm Rafiq müəllimlə uzun illər bir yerdə çalışmışıq, işləmişik. Onların dərdini, qəmini gözümüzlə görmüşük, çəkdiyi ağrıları, acıları, hamımız onlarla bərabər dərdlənmişik, qəmlənmişik. Həmişə gözümüz yollarda qalıb. Biz Yalçını çox yaxşı xatırlayırıq, qəlbimizdə çox gözəl qalıb. Çox tərbiyəli, ağıllı, mərifətli, qanacaqlı bir şagird olub. Və onun itkin düşməsi hamımıza təsir eləyir, indiyə qədər də təsir eləyir. Və Rafiq müəllim yazıb elə bu dərsdən dünyasını dəyişdi, hamımız da pis olduq. O Cəbrayıl alınanda biz istəyirdik ki, həmişə Rafiq müəllimi təbrik eləyək ki, öz onun vətəni, o doğulduğu yer alındı. Amma yazıq heç yaşaya bilmədi, dərdqəm elə bil ki, onu apardı, anası, atası belə oğlunun dərdi onu apardı. Mən bugün ancaq Rəfiqə müəllimə nə deyə bilərəm? Allah rəhmət eləsin. O biri balalarına Allah ömür versin. Şəhid analarının da qarşısında baş əyirəm. Onlara da rəhmət deyirəm. Atalarının qarşısında baş əyirəm. Sağ olsunlar ki, elə övlad böyüdüblər ki, torpaqlarımızı azad elədilər. Çox sağ olsunlar. Müəllim yoldaşlarım hamısı olduğu kimi söhbət elədilər. Rafiq müəllim də, Rəfiqə müəllimə də. Bizlə uzun müddət bir yerdə işləyiblər. Bu dərdi biz hamımız bir yerdə çəkmişik. Biz gözləyirdik ki, Yalçını belə gözləmirdik. Biz gözləyirdik ki, Yalçın qayıdacaq. Biz onu toyla, bayramla qarşılayacağıq. Rafiq müəllim çox əziyyət çəkdi. Biz onu gördük, onu axtarmaq üçün. Biz gözləyirdik ki, bunu biz kollektiv yığışıb böyük bir bayramla qeyd eləyək. Yenə də Rəfiqə müəllimə, Rafiq müəllimə rəhmət diləyirik. Sizə də səbir diləyirik. Mən Yalçının dərs dediyi müddətdə Yalçını tərbiyəli, ağıllı, xoş xasiyyətli bir uşaq kimi yadımda qalıbdı. Bir gün mən bir qısa onunla bir söhbətim olub.
insan dərsi keçirdim onlara, biologiya müəlliməsi idim. Dərsimiz irsiyyət dəyişkənliyi idi. Dedi ki, uşaqlar dedilər ki, kim kimi oxşuyur nəsildə, kökdə. Dedim müəllim, mən dayılarıma qururca oxşasam da, mən ata tərəfimə oxşuyuram, xasiyyətcə. Amma anamı hamıdan çox istəyirəm. O ana sevgisi, onu o vətən sevgisi ilə bağlayıb bugün. Mən yenə də Rəfiqə müəllimə, sizə səbir diləyirəm. Mən ona dilim gəlmir rəhmət deməyə. O bizim şagirdimiz olub, sizin çəkdiyiniz əziyyətləri görmüşük. Bütün şəhid analarının qarşısında da baş əyirəm. Onların bağları da həmən qanı yerdə qoymayıblar. Hamınıza səbir diləyirəm. Allah sizə ömür versin. Şəhid anaları, ataları. Teşekkürümüzü bildirdik. Çok sağ olun, var olun deyirik. Buyurun, buyurun müəllimlər, buyurun. Biz şəxsi dəvət etmək istəyərdim. Belə deyək də, mənə dedilər ki, elçinin övladı baxanda Yalçını biz anırıq, Yalçını xatırladırıq. Elçinin övladını dəvət edirəm, xahiş edirəm, buyursun. Değerli qardaş oğlu, gəl bura. Qəhrəmanımıza oxşarlığı olduğu üçün ana belə deyək də ətrini bax bu nəvədən alır. Buyur, biz gəlmə. Əvvəlcə hamınızı salamlayıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Bu günü bizimlə keçirdiyiniz üçün sağ olun. Təşəkkürümüzü bildiririk. Şəhid Hikmət Əliyev adına Boyat kənd tam orta məktəbinin şagirdləri buyursun və həmin məktəbin müəllimlərindən də kim çıxış etmək istəyirsə xahiş edirəm. Buyursun. Mən ad çəkmirəm. Kim çıxış etmək istəyir buyursun. Nurlan müəllim, təşəkkür edirəm. Nurlan müəllim bizim əzizimizdir. Şəxsən mənə tarix dərsi keçən, Allah rəhmət eləsin, Raqif müəllimin övladıdır, mənim müəllimim olub. Ən azı bir həftədə bir dəfəndə olsa bu qəbrin ziyarət etmək mənə qismət olur. 3 müəllimim Boyat qəbirstanlığında uyuyur. Qardaş müəllim, Bənövşə müəllim və Raqif müəllim. Hər birisinin ruhu şad olsun. Onu da qeyd edim ki, yeganə bir müəllimim idi ki, bir dəfə deyirdi ki, səhifə, məsəl üçün 80, paragraf neçə və kitabı atırdı, kitabdan yox, əzbərdən o dərsi danışırdı və yeganə müəllimim olub ki, o dərsi danışandan sonra ki, 5 dəqiqə, 6 dəqiqə vaxt qalırdı zəngə, mən çıxıb o danışdığı dərsi təkrar qaytarırdım. 3 gün sonra olan dərsin qiymətini verirdim mənə. Deyirdi ki, otur. Və qürür duyuram. Bu günləri o müəllimin övladı buradadır. Buyur. Allah şəhidlərimizə rəhmət eləsin. Yasin qardaşımızın məvludu mübarək olsun. Mən də atam Raqif Qarabağlının istərdim ki, Azərbaycan poemasını sizlərə çatdırardım. Atam 30 ildə yaxın Boyat Orta Məktəbində həm tarix müəllimi, həm də hərbi hazırlıq müəllimi işləyibdir. Azərbaycan gözəl vətən, qəhrəmanlar böyütmüsən. Ta qədimdən indiyədək tarix boyu sevilmisən. Lap qədimdən Dədə Qorqud ad vermişdi dəllərə. Torpaqları tavşırmışdı Qazanxanla Beyrəklərə. Şah İsmail Xətainin 15 yaşı olan zaman qarşısında diz çöymüşdü zalim xanlar, qan soranlar. Unutmaram Sultan Bəy. Unutmaram Sultan Bəy Laçınıma ana demiş, 100 minlərlə erməni dərələrdə gəbərtmiş, tarix boyu mərd igidlər Erməniyə qalib gəlmiş. Qaçaq Nəbi Həcəl ilə səni sevmiş, əzizləmiş. Allah şəhidlərimizə rəhmət eləsin. Əsirlərin sınavından keçmişik. Ulu Göyçə Borçalı itirmişik. Vedini, İrəvanı, Zəngəzuru vermişik. Qarabağım, bir səni vermərik. Sınamışıq dostumuzu davada. Neçə ildir döyüşürük yadlarla, axla namərd düşmən gördük davada. Danışmayır, danışmayır, gülmərsən o vaxtdan. Danışmayır, dinmərsən nə vaxtdan. Qolu bağlı, bəxti qara pəhlivan, yad əllərə səni verən deyirik. Yad əllərə səni verən deyirik.
Bu şiir 1992-ci ildə Qarabağ müharibəsi gedən ərəfəsində yazılıbdır. Düşün bu günə ki, Qarabağımız azaddır. Şükür bu günə ki, Rövşən kimi, Nurlan kimi, Ceyhun kimi qəhrəmanlarımız 1-ci Qarabağ müharibəsində Yalçın kimi, Abbasov sahib kimi qəhrəmanlardan güc qüvvət alaraq müstəqil doğma Azərbaycan torpaqlarını birləşdirdilər. Öz şirin qanlarından keçərək. Allah şəhidlərimizə rəhmət eləsin. Təşəkkürümüzü bildiririk. Buyursunlar şagirdlərimizə. Payız gelir, yine gözüm yaşlıdır. Neçe şehit verdim ağladım. Soruşmayın niye gözün yaşlıdır. Ben şehidime lay lay dedim ağladım. Kurban olup sizde olan gayrete. Öz canını kurban veren millete. Sizde kıyan düşmez gelsin lanete. Göz yaşımı sildim ağladım. Sizin kimi vətən sevən görmədim. Göz qırpından candan keçən görmədim. Torpağına canım deyən görmədim. Bugün sizi vətən bildim ağladım. Bugün sizi vətən bildim ağladım. Dinlə məni, düşün biraz. Milletin son səsiyəm. Bugün bu torpaqda yatan həmin şəhidin səsiyəm. Unutmayın bizi bir an. Geçsə də çox uzun zaman. Düşmənə dirədən aman. Ordunun Məkkəsiyəm. Bugün bu torpaqda yatan həmin şəhidin səsiyəm. Mən yetim qalmışam. Mən onu sevmiş ocaq. Mən namusu Qarabağın Şah İsmail'in nəvəsiyəm. Bugün bu torpaqda yatan həmin şəhidin səsiyəm. Bugün bu torpaqda yatan həmin şəhidin səsiyəm. Təşəkkürümüzü bildiririk. Mən bir təşəkkür də etmək istəyərdim ki, bu abidəni öz maşınını satıb 20 yanvar şəhidlərinin adlarını əbədiləşdirən Sabir əmiyə Allah rəhmət eləsin deyirəm. Allah ruhu şad eləsin. Onun övladlarına, ailəsinə mən bir təşəkkür edirəm. Qardaşına təşəkkürümü bildirirəm. Və operatorlarımız, Mehman qardaşımız, Zahir qardaşımız, səs rejissorumuz, Səyyəf qardaşımız 2016-cı ildən bəri Ağcabədi rayonunda demirəm, bütün bölgələrdə keçən şəhid tədbirlərində hər bir zaman bizimlə bərabər xidmət göstərən təmənnasız qardaşlarımız, sizlərə çox sağ ol deyirəm, var ol deyirəm. Çıxış etmək istəyənlər varsa xahiş edirəm, yaxınlaşsın. Yoxsa bir şeirlə məclisimizi bağlıya elan edək, yekunlaşdıraq və analar başda olmaqla şəhidlərimizi ziyarət edək. Ben bir şiirlə istəyərdim ki, çıxışımı yekunlaşdırım. Hər zaman deyəcəm, demişəm, deyəcəm də bu şiirin yazılma tarifi Şəhid Parkında bir dəfə işləyirdim. Gəldi mənə bəzi qüvvələr tərəfindən örgədilmiş şəxslər ki, sənin şəhidin var, gəl burada işləyirsən. Sənin xeyrin nədir, gəl burada işləyirsən. Bir dəfə də toyda şəhidləri yad etdiyim üçün, sükut elan etdiyim üçün yine de bəzi qüvvələr tərəfindən örgədilmiş bir şəxs gəldi ki, sən şəhidin var, şəhidləri yad etdirirsən. Məyər şəhidləri yad etdirmək üçün hökmən şəhid olmalıdır ailədə. Bütün şəhidlər mənim şəhidimdir və bir şeir yazdım. Sənin şəhidin var mənə söyləyən, bütün şəhidlərin qardaşıyam mən. Şəhidə xidməti dərk eyləməyən, bütün şəhidlərin qardaşıyam mən. Birinci, ikinci, nə fərq var? Şəhidin bir adı, bir ünvanı var. Cənnətdə şəhidlə şəfayətim var. Bütün şəhidlərin qardaşıyam mən. Atası, anası qalmayanların, 30 il məzarı olmayanların, daşlarda səsimi duymayanların, bütün şəhidlərin qardaşıyam mən. 1905'in qurbanlarımın, 18'de müstəqil olanlarımın, 37 Sibir'de qalanlarımın, bütün şəhidlərin qardaşıyam mən. 48-53 de oldu neler, elinden didərgin düştü körpeler. Didərgin derdini anlayan bilər, bütün şehitlerin kardeşiyim ben. 90'da 20 yanvardan deyim, 91-20 noyabr deyim, 92 fevral Xocalı deyim, bütün şehitlerin kardeşiyim ben. Bəsdir günah edip qeybət ettiniz. Şəhidlər evində fətva verdiniz. Şəhidləri köhnə, təzə böldünüz. Bütün şəhidlərin qardaşıyım mən. İhtiyar gedəcək təkcə hak yolun, hidayət eyləsin Allah hər qulun. Gedin, şəhidlərdən siz məni sorun. Bütün şəhidlərin qardaşıyım mən.
bütün şəhidlərin qardaşıyam mən. Bütün şəhidlərin ruhu qarşısında baş əyirəm, qazi qardaşlarımızın, veteran qardaşlarımızın qarşısında baş əyirəm, onları böyüdüb boya başa çatdıran ata-analarının qarşısında baş əyirəm. Və hər bir zaman mən demişəm, bəzən görsən deyirlər ki, Allah şəhidlərimizin ruhunu şad etsin, qadirlərimizə şəfa versin. Xahiş edirəm, veteran qardaşlarımızı unutmayaq. Şəhidlərimizin mübarək cəsədlərini və yaralı qadirlərimizi döyüş meydanından, o mərminin altından çıxaran qəhrəman veteran qardaşlarımız var. Allah veteran qardaşlarımız da canını sağ eləsin. Qarşılarında baş əyirəm. Diqqətinizə görə təşəkkür edirəm və məclisi bağlı elan edirəm. Xahiş edirəm, hər bir kəs buyursun, şəhidlərimizi ziyarət etsinlər. Çox xahiş edirəm. Uşaqlar gəlsin, görə qoysun, sonra şəkillər çəkilir. Tələbə çəkilir. Orada durmayın da, orada durmayın. Cərgə ilə gəlin də. Ziyarət edin. Bax da. Hamısına qoyun. Keçin oradan da qoyun. Çəkin mən. Analar, xahiş edirəm. Şəkili sonra çəkilərik. Çəkin hemen. Gələməyin, ziyarətə bu tərəfə keçək. Çəkin, olar ki, mən də çəkilim, nə sizdən çəkilim? Bir dənə də çək, Mehman, Mehman. Mehman, bir dənə də şəkil çək. Gel bura. Gel bura, gel bura. Gül koy oraya. Koy çekek. Ay sağ ol.